Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Ülfət müəllim Şıxəliyev. Buraxılış imtahanlarına hazırlıq üçün sizlərə dəstək olaraq buraxılış imtahanlarına düşmüş sual tiplərinin izahatlarını sizin üçün paylaşıram və bu günləri part 4 videosu ilə qarşınızdayım. Başlayaq birinci sualımıza. Uşaqlar bizə deyir ki, məsələn belə bir sual verib, deyir fx bərabərdir x kvadrat üstəgəl 7x çıx 12. Deyir bu funksiyanın o y oxu ilə kəsişmə nöqtəsinin deməli ordinatını tapın. O y oxu ilə kəsişmə nöqtəsinin ordinatını. Uşaqlar biz bilirik ki, əgər hər hansı bir funksiyanın qrafiki o y oxu ilə kəsişirsə, deməli mütləq ki, həmin nöqtədə bunun x-i nədir? Sıfırdır. X-i sıfırdırsa, deməli biz gəlməliyik nəyə? Gəlməliyik burada x-ə 0 verməliyik. Yazırıq ona 0-ın kvadratı üstəgəl 7 vur 0 çıx 12. Buradan da alıram ki, f0 nəyə bərabər imiş? Mənfi 12. Deməli, hansı nöqtədə kəsəcək bunu? Mənfi 12 nöqtəsindən eləyəcək? Kəsəcək. İndi deyirsiniz, ay müəllim, bu kvadrat funksiyadır, siz bura düz xətt çəkmişsiniz. Mən bunu demədim ki, bu bunun qrafikidir. Mən deyirəm ki, yəni o y oxunu kəsirsə, deməli bunun x-i sıfırdır. Yaxşımı? Mən onu sizə izah eləməyə çalışdım. Bu funksiyanın qrafikini sxematik olaraq çəkmədim. Sonra, bundan sonra baxaq başqa bir suala. Deməli, bizə deyir ki, bərabərsizlik bölməsinə aid bir suala baxaq. Deyir ki, 4x plus 20 deməli, kiçik bərabərdir 0-dan. Bunu həll eləyək. 4x çıx kiçikdir. Deməli, 20-ni atdıq digər sağ tərəfə, aldıq mənfi 20. Hər tərəfdə 4-ə böldük, aldıqda mənfi 5. Bunun deməli, qiymətlər aralığı nə olur? Adı oxuna göstərsək, mənfi 5-dən balacalardır, elə deyil. Mənfi 5-in özünü də alır. Aralıq kimi göstərsək, mənfi sonsuzluqdan deməli, hara qədər? Mənfi 5-ə qədər. Bizə deyir nə? Bizə deyir bunun ən deməli böyük həllini tap. Uşaqlar, bunun ən böyük həlli nə olar? Bunun ən böyük həlli elə mənfi 5-in öz qiyməti nədir? Olacaq. Bundan sonra baxaq 3-cü suala. 3-cü sualda bizə bildirir ki, adi bir sadə tənasübdür. 9-ların imtahanına düşüb belə bir sual. Düşünürəm ki, bu ildə sizin imtahanınızda da belə bir sual düşdü. Çox belə əla olar. Sizlər də çox sevinərsiniz. Bir x-i tap tənasübdən. Adi məsələdir. Siz bunu həll edə bilərsiniz. Çarpaz vurmaq. Yəni necə? 12-ni vurarsınız 7-yə, bərabər olar 3-ü vurarsınız x-ə. Buradan da alarsınız nə? Bəzən uşaqlar 12-ni 7-yə vurub sonra 3-ə bölürlər. Mən həmişə tələbələrimə deyirəm, elə eləməyin. Elə 12 vur 7 yazın kəsirin sürətində, 3 yazın məxrəcdə. 3-dən 12-ni ixtisar aparın, qalsın 4 vur 7, bu da versin 28. Daha rahat və daha tez həll eləmək yollarından biridir. Bundan başqa uşaqlar, ola bilər bəzən sürətli danışaram. Bunun da səbəbi budur ki, biraz istəyirəm ki, daha tez alınsın və video çox uzun olanda sizlər baxmağa səbr eləmirsiniz. Bu səbəbdən qısa-qısa olması məqsədə uyğun olur ki, yemək yeyəndə və yaxud da hər hansı yol gedəndə həm megabayt baxımından telefonunuza yükləsəz, daha az sərfiyyat olsun, həm də ki, qısa olmaqla siz daha çox bu kimi videolara baxıb daha çox məlumatlar əldə edə bilərsiniz. O səbəbdən, necə deyərlər, əsasən sualların sürətli izahlarına fikir verirəm. Əgər nələrsə başa düşməsəz, yenidən geri qayıdıb videoda izləyə bilərsiniz. Deməli, baxırıq növbəti suala. Uşaqlar, bizdə burada deməli belə bir sual var. Deyir ki, x kvadrat x kub. X kub çıx 25x deyir ifadəsini vuruqlara ayırın. Uşaqlar, bu necə vuruqlara ayırıq? Baxırıq, burada da x var, burada da x var, elə deyil. Birinci x-i neyini çıxardırıq mətəzə xaricində. Nə qalır burada? Qalır x kvadrat çıx 25. Bundan sonra nə baş verəcək? Kvadrat bu nəyin düsturudur? Müxtəsər vurma düsturudur da. Yazırıq nə? X vurulsun x çıx 5, bir də x üstəgəl 5. Və sıfırın vuruqlara ayırdıq. İmtahanda görsəz ki, daha mürəkkəb şəkildə verilib. Onda çalışın ki, belə yazmağa vaxt çox sərf eləməyin. Görsəz ki, məsələn, daha mürəkkəb verilib ifadəni sadə vuruqlara ayır. Onda variantı götür, vur bir-birinə. Hansı variantda sualda verilən şərtdəki ifadəni aldığınızda cavab deməli odur. Bir də belənçində qısa olanda tapmaq rahat olur. Amma böyük olanda isə vaxt çox gedir deyə istəmirəm ki, siz bundan çoxlu vaxt sərf eləyəsiniz. Sonra 5-ci sualımıza. Gəlin belə bir sual tipini sizlərə izah eləyək. Kök altında 0,9 vur, kök altında 0,49 vur 100. Bunun cavabını tapın. Necə həll eləyərik? 0,9-dan da çıxır kökdən. 0,4. Gəl bunu belə yazaq. 0,4-nin kvadratı vur 0,7-nin kvadratı. Bir də vur nə? 10-un kvadratı. Elə deyilmi? Şimdi buradan sonra nə baş verir? 0,4-nin kvadratı nə verəcək bizə?
Bizə verəcək 0,3. Buradan köklərin ixtisarı gedir. Buradan 0,7. Buradan nə verəcək? 10. Bu da bizə nə verir? Bu da bizə verir 2,1. Uşaqlar. Cavab edir 2,1. Və daha bir dördüncü hissə videonun sonuna gəldik. İşlərin zavallı olsun. Növbəti videolarda görüşərik.